Bugün əhli ətalar üçün gəlibdir müjdə cənnətdən. Bugün dəryayı rəhmətdən böyük lütfi inayət var. Bugün bayram eder göydə mələklər, yerdə insanlar. Bugün Ali Əbanın gülşənində bir təravət var. Kimin qundağıdır göylərdə, Cəbrail qucağında. İlahi hansı insanda bu mənsəb, bu şərafət var. Sevineydin Mevludi Hüseyni Kərbəladır bu. Onun haqqında dillərdə gəzən bir çox hekayət var. Bu Mövla hikmətindən dərs alıbdır cümlə aqillər. Vüsalə yetməyə ancaq bu yolda istiqamət var. Muradın kâme yetməksə Hüseynin məktəbindən keç. Bu məktəbdə həqiqət tapmağa ancaq hidayət var. Vəfadan dönmədin, can qoydun ey qüdrətli sultanım. Sənə canım fəda eylər yəqin, hər kəsdə qeyrət var. Keçib başdan qanınla vermisən su, nəxli İslamə. Səbəb sənsən ki, dünyada bugün din var, ibadət var. Onun üçün Kəbədən səhrayı eşqə üz çevirdim ki, ibadətdən nicat varsa, şəhadətdən səadət var. Hüseyni sevməyənlər qoy cəhənnəm qorxusun çəksin. Hüseyin aşiqləri üçün heç nə məhşər, nə qiyamət var. Fəqirəm, acizəm ruxsarını vəsf etməyə şahim. Nə dildə vəsfinə qudrət, nə sözdə bir ləyaqət var. Sənə qarşı məhəbbətdir məni dilləndirən. Sənə qarşı məhəbbətdir məni dilləndirən, yoxsa sənə layiq sözündə nə bəlağət, nə fəsahət var. Bu naqis təbimə lütfi xudadan sayə düşsəydi, çəkərdim nəzmə haqqında nə qədr söz, rəvayət var. Vəfasızlıq edib dil vermərəm bir özgə dildarəm. Sənin eşqin kimi könlümdə gizlim bir əlamət var. Günahım çoxsa mahir, günahım çoxsa mahir, get Hüseynin damənindən tut. Qiyamətdən günəhkarəm, bu Mövladan şəfaət var. Hüseyinciyəm, bu izzəti Ağa Hüseyin'den almışam, bu mənəvi əmanəti. Ağa Hüseyin'den almışam, bu izzəti, bu şövkəti. Ağam Hüseyin'den almışam. Uşaqlığımda sinəyə Hüseyin nişanı vurmuşam. Anam deyib denən Hüseyin, Hüseyin deyib dil açmışam. Ayaq tutub zəmanədə Hüseyin dalıca qaçmışam. Yezidi yani əsridə qara geyib savaşmışam. Həmən buğa xələti ağam Hüseyin'den almışam. Ağam Hüseyin'den almışam. Hüseyinçiyəm bu izzəti ağa Hüseyin'den almışam. Bu mənəvi
emaneti Ağam Hüseyin'den almışam. Emaneti vilayeti Ağam Hüseyin'den almışam. Bu izzeti, bu şevketi Ağam Hüseyin'den almışam. Ağam Hüseyin'den almışam. İtirmekam rivan yolun çağır hevesle ya Hüseyin. Ki yolda zengi kafilem değer ceresle ya Hüseyin. Gelen nefeste seslenir, gelen nefeste ya Hüseyin. Ne kadritem ne vursalar, utanma sesle ya Hüseyin. Denen kovayı gayreti Ağam Hüseyin'den almışam. Ağam Hüseyin'den almışam. Hüseyinçiyen bu izzeti Ağam Hüseyin'den almışam. Bu menevi emaneti Ağam Hüseyin'den almışam. Emaneti vilayeti Ağam Hüseyin'den almışam. Bu izzeti, bu şevketi Ağam Hüseyin'den almışam. Ağam Hüseyin'den almışam. Getir ey sağım meyve yersen bana bir cami hoşbude. Getir ey sağım meyversen bana bu cami hoşbudeyen. Olun mesane bir zikreyleyin Ali Peygamberden. Götürürəm el münacaten, durum dergâhi hacaten. Muradin metlebim Allah Hudaya Heydaverden. Gezim erşi semavatin, ötün bir merre zulmatin. Koyup her bir hekayati yazın evladı Heyder'den. Gedin bir bağ rizvana, bakın etviler reyhane. Olun sərbəst məstane ki bu yenim misli əmbərdən. Açarsun sən bənövşən, hər gül eylər naz şeydaya. Keçər badi səban, şu gülzari sən uyu bərdən. Gəlibdir nitqimə güyam, yazım bir pakizəyəm. Olubdur xilqətin zahir cevahir, ənsli gövhərdən. Salavat zikrediyyə. Allahümme salli ala Muhammed ve ali Muhammed. Revayettir gelir dünyaya bir mevlud pakizə. Revayettir gelir dünyaya bir mevlud pakizəm. Sizə vəsfeyləyin yaran ki olurim münəmmərdən. Bu Mevlam bir ilin sirri tamam eylerdi bir aydan. Bu Mevla bir ilin sirri tamam eylerdi bir aydan.
Değil kim böyle möcüzler müdanyam. Oy 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 yemmerden yem. Bu hükmü Halid-i Yekta'ya getirdim. Müjde Cebrail Resul'e verdi Mevludi haber Allah gidaberden. Getirmişler yer eya ehmeyed etaya ya kıldıyım senem mevluyum. Dahi ümmetlerin خوف etmesinler yer havl mahşerden yan. Kadem koydu bu dünyaya yan. Münebbeyen kıldı dünyayı. Cemali şevkileyen. Keçtiğin mehi hurşidi haberden. Sema yüzreyen, kevakibleyen, fereyen, zaya olup yekseyen, şebi cüm'en olup zahir cehanen, dürri gövherden, gelin min melayik, ebli servan gelin min melayik, ebli servan gablesi yavut mübarek bad. Soğutu doldu bu alem meleklerden yandı. Elave bir melek zadem derdi bendin nami deryabin. Sınıf malu ferim mehrum oluyor bağlıyım. Şehterden yan yıkıldı izziyle bunda pakin. Şayaya hübet hayem yıkıldım izziyle bunda bir pakin. Şahibet hayem şepayam bir hemen saat olurayım. Çeşmi Heyder'den yan Hüseyin azadesi oldum, olup azad derdinden. Megami evvelin taptım, şefayı tayal ki peykerden. Hudayı lem gezer verdim, Hudayı lem gezer verdim. Bu Mevla'ya Hüseyin adım, Hüseyin'in adı mahvolmaz. Ayman Hüseyin aşkım, Hüseyin'in adı mahvolmaz. İki dünyada defterden Cenab-ı Ahmet'im muhtar Hüseyin'i istedi ama alıp bağrına bastı bu sevdim teşnelerden. Dilim verdi dehaline Hüseyin'in ceddi peygamber. Belə şiirin əməl Mövlayam keçərdim şəhdi şəkkərdən. Bu Mövlayam gör nə Mövladim olubdur. Bu Mövla gər nə Mövladim olubdur. Dayəsi Cibril apardı bundağın ərşən. Səda gəldim meləklərdən. Ziyarət qıldılar ərşi səmada şah məzlumin. Təmamən feyziyab oldum meləklərdən. O sərvərdən Hüseyin bir dəfədən getdi
kesik başı tilavet eylədi Kur'an-ı ezberden. Hüseyin'in bir günü oldu ilahim, görmesin gözler. Kalıp tenha kırılmış, kalmış diyeyim, kalmamış bir yar ya benden. Bağışlayan zövgini hüsran ile mahşerde ya Mevla. Bağışla zövgini hüsran ile mahşerde ya Mevla. Bizi məyus qılma ahirette ya bigoyo herden gülü dermeren yere sermeren işi dünyanı verseler seni vermeren nigarım Hüseyin şuarım Hüseyin işi bu dünyada o dünyada hügarım Hüseyin dünya bir yana Hüseyin bir yana dünya bir yana Hüseyin bir yana dünya bir yana Hüseyin bir yana dünya bir yana Hüseyin bir yana. Esen küləklər səni səsləyər, göydə mələklər səni səsləyər, vuran ürəklər səni səsləyər. Dilbərim sənsən ağam, sərvərim sənsən, dünya bir yana Hüseyin bir yana, dünya bir yana Hüseyin bir yana, dünya bir yana Hüseyin bir yana, dünya bir yana Hüseyin bir yana. Dilberim sensen, serverim sensen Hüseyin, dilberim sensen Hüseyin, serverim sensen Hüseyin. Ben nokerem, biz nokeri sana Mola, rehberim sensen. Derdler devası kalpler sefası son sana kurban Zehra babası. Dünya bir yana sen bir yana, dünya bir yana Hüseyin bir yana, dünya bir yana Hüseyin bir yana, dünya bir yana Hüseyin bir yana. Fəqir oldum sadaya, baş əymədim aləmdə hər mərdəm. Fəqirəm ehtiyacım var və lakin bir nəfər mərdəm. Pərişan eylədim halımı, halımla üzrüm var. Pərişan eylədim halımı, halımla üzrüm var. Həmişə məzlumun halı olumdur dərdi sərmərdən. Səni hifz eyləmək canine hər cür fitnədən xoşdur. Səni hifz eyləmək canine hər cür fitnədən xoşdur. Şərəfdir mən kimi biçarəyə olsun sipər mərdən. Hərə bir afəti candır, hərə bir afəti candır. Könül dil vermə hər şuxə, verildir çünki çox ifritə gül çöhrə.
zəhər mərdəm, əyilmək hər qədi sərvəyə, əyilmək hər qədi sərvəm, uzalmaz başı aləmdə. Əgər sərvərlik istərsən, baş əy bir nəfər mərdə. Bir mötəbər bəndə. Könül mərdana yol, eşqimdənəyəm, hər bir canədən qorxma. Könül mərdana yol eşqimdə, hər bir canədən qorxma. Xuda qoymaz ki dəysün, bəd nəzərlərdən nəzər mərdə. Demişlər, hər şeyin öz vaxtı vardır, səbr edil mahir. Bu ahunalələr bir gün gələr eynəyər, əsər mərdəyər. Əli canım, ya əmir el-müminin heydəyər. Məhəllə bilinci yox. Etmən də olar. Ağa gəlmiş də oxu saxlama. Koyma gelen sahiya, zahidi meyhaneyem. Koyma gelen sahiya, zahidi meyhaneye. Dönmeye meyhanemiz, mescid-i viraneye. Vurma zile zülfüne, eyle nezer ey senem. Okşama su şekliyle sebhi seddaneye. Hirz ile yefsun ile olmaz ilacı cünun. Eşkı sözünden sevap, söz deme divaneye. Bade-i telhiçle bu neşe-i şiirin nedir? Yoksa koyup dilberim leb-i peymaneyem. İndiki üstün elin zülfü perişaniden. Bari gel izharım derdi dilün şaneyem. Şem'i de yakmaktadır ateşi sevdayı eşk. Şem'i de yakmaktadır ateşi sevdayı eşk. Şöyle pertök firuz Hasimi pervaneyem. Sabir o cennet ruhun kendimi halım görüp az kalıp Adem kimi aldana bir daneyem. Kerbela kıble-i eşkim dümenim, Kerbela kıble-i eşkim dümenim. Yüreğim defteri meşkim dümenim, yüreğim defteri meşkim dümenim. Yazarım ruhuma reyhandır ağam, alemin derdine dermandır ağam. Yazarım ruhuma reyhandır ağam, alemin derdine dermandır ağam. Zikri şerafet dümene, bu Hüseyin zikri şerafet dümene. Süt veren de anam öğretti mene, süt veren de anam öğretti mene. Gare piri henimi sen dümene, gare piri henimi sen dümene. Men gedaya mene sultan duana, alemin derdine dermandı ağam. Men gedayem mene sultandı ağam, alemin derdine dermandı ağam. Ağam, ağam, alemin derdine dermandı ağam. Ağam, ağam, alemin derdine dermandı ağam. Demirəm məqsədimə yetməmişəm,
demirəm məqsədimə yetməmişəm. Vacibat əmrini tərk etməmişəm. Vacibat əmrini tərk etməmişəm. Mən ki ayrı qapıya getməmişəm. Biz ki ayrı qapıya getməmişik. Can fəda eşqinə canan dualam, aləmin dərdinə dərmandır ağam. Can fəda eşqinə canandır ağam, aləmin dərdinə dərmandır ağam. Ağam, ağam, aləmin dərdinə dərmandır ağam. Derdine dermandı ağam, ağam, ağam. Alemin derdine dermandı ağam, ağam, ağam. Alemin derdine dermandı ağam. Göz yaşım leysan olup Səhrada bir derya dumuyor. Gel gedey buradan Hüseyin'i, qanlı bir səhradır bu. Xatəmin evladına yas tutmalaya Adəm gəlib. Adəmin fəryadına Peyğəmbəri Xatəm gəlib. Kərbəla toprağına göydə bütün aləm gəlib. Cari çək başsız Hüseyn'e baş çeken Zehradır bu. Gel gedey buradan Hüseyin'in kanlı bir sehradır bu. Öttü 1400 ilim dur şümre bir meydan oku. 7 son aşura zulmün qətlinə fərman oxuyum. Bitti həddin intizari, döndü bu dövran oxu. Surələr sur oldu xətmi, qeybəti suğradı bu. Gəl gedək buradan Hüseynin, qan səhradı bu. Bağlı Kubəm şəhrinə bir gün Əli Əkbər gələr. Həzrəti Əbbasinə Həzrət Əli Əsqər gələr. Zülfüqarı ilə Əmirəl-Müminin Heydər gələr. Sahibi əsri zamandan öncəki peydadır bu. Gəl gedək buradan Hüseynin, qanlı bir səhradır bu. Ol Yezidün ləşkərindən birbaşa baş gedər. Şah Hüseyin'in başladır, her başta gizlin baş gedər. Baş düşər, baştan çıxar, baş başa bir gün baş gedər. Yazdığım misralar içine galibi misradır bu. Gel gedək buradan Hüseynin, qanlı bir səhradır bu. Bir səhər mən at belində göydə gördüm hüccəti. Bir səhər mən at belində göydə gördüm hüccəti. Endi göylərdən gələm sindim minimlik həsrəti. İnşallah gün gələr Kubəmdə görürük həsrəti. Bir həqiqətdir yazıb hünhayan, demir hülyayandır bu. Gel gedək buradan Hüseynin, qanlı bir səhradır bu. Aləm eşkislə canan sevən, can istemez. Aləm eşkislə canan sevən, can istemez. Bak eder canı dilinden, vefli canan istemez. Zülmeti
can Mucize egni olan Mülki Süleyman istemez Gümşeyi Behdet'ten Gülsar-ı Heger Basim olan Hariden eyler hezer Seyri Gülistan istemez Gözlerim ravşen eden şem-i ruhumdan ey terim Sübhem eyletmez Sübhem eyletmez Ziyayim mehri rehşan istemez Sineden peykanların çekmeyem Sineden peykanların çekmeyem Dileyetmem ey harab Padişahı adil öz mülkünü viran istemeyem Seyyidam Seyyidam sen eylem daim Şah-ı Merdan resminin Şah-ı Merdan vesfinin Şah-ı Merdayam Çeşmi-i behşerden yer giryam istemez Kalıptır etini duymak gülüm seba gelenem Kalıptır etini duymak gülüm seba gelenem Ferah zamanı kalayım bu-i aşina gelenem O niyetiyle ki ağaca O niyetiyle ki senden haber veren tapılar Durup yol üstte dikip göz bu bineva gelenem Mehabbet aleminin zövkü çoktu cömrinden Cefa ve cömrüden artık verer sefa gelene Durup kapımda geda tek ağacan icaze ver söne gel Bu gemli canı inan eylerem feda gelene Bela gelir dediler katlimen yarimden Bu bəxt məndəki var Qalmaram bəla gələnem Fəna cahanda könül yox nişan ədalətdən Ümidi bağlamışam ol mələkliğam gələnə Fəraqi dərdinə bir çarə tapmadım mahir Dəvayı dərdi dilim qaldı dilrüba gələnə Peygamber zamanla bir salavat iki Ya Rab elimi üzmem elemdar etekinden Aşık yaşamaz tutmasa dildar etekinden Bülbül zarem çiftlerden okuyayım Küfür gördüm böyle girsiniz Vermeyin hele bu tarafında ya Ancak bana ver Görürsünüz Ya Rab elimi üzme elemdar etekinden Aşık yaşamaz tutmasa dildar etekinden Bir bülbül zarem ki Gülistan'da sesim yok Bir bende-i harem ki ne yaver ne kesim yok Sakkalden əvəz dəhride bir dad resim yok Tutmaq dilərəm sidq ilə qənxar ətəgindən Ya Rəb, əlimi üzməm ələmdar ətəgindən Şahimdir mənim o, mən ona bəndəyim müstər İstər ağadan lütfü kərəm, rəsmülü çakər Hər arzumu ta etməsə vallahi müyəssər Əl çəkmərəm o zadeyi kərrar ətəgindən Ya Rəb, əlimi üzməm ələmdar ətəgindən Hər gün ağa məbbasi salıb yadəm çağırram
Müşkülleri hell etmeye imdadı çağırıram. Ölsem ne gamim, alem-i üqbada çağırıram. Yar bağı tutar, yar-ı vefadar etegindən yare. Elimi üzmem, elemdar etegindən. Benzer değil hiç kimseye, gayretlüdür Abbas. Meydan-ı hemiyette şücayetlüdür Abbas. Dostluktan, çetin günden sadakatlüdür Abbas. Alem bu sebepten tutar, aşkar etegindən ya Rab, elimi üzmem, elemdar etegindən. Kamil eğer istersen ola effi günahın, ömrün boyu tut hürmetini sen de o şahın. Şefkat sana ondandır, odur püştü penahın. Vay haline, vay haline herkes tutar, küffar etegindən ya Rab, elimi üzme elemdar etegindən. Aşık yaşamaz tutmasa dildar etegindən. Ebel fez, ebel fez, canım ebel fez, ebel fez, ebel fez, canım ebel fez, ebel Gazanfer oğlu, ey Heyder'in şiiri Gazanfer oğlu. Gayretliler içinde server oğlu, gayretliler içinde server oğlu. Babel heva içsen eyle şefayet. Babel heva içsen eyle şefayet. Hüzzar ile edek kabrün ziyaret. Hüzzar ile edek kabrün ziyaret. Ebel fez, ebel fez, canım ebel fez, ebel fez, ebel fez, canım ebel fez. Bu üç mevlud ile ışıklandı din. Bu üç mevlud ile ışıklandı din. Hüseyin Belfez, Zeynel Abidin. Hüseyin Belfez, Zeynel Abidin. Bu üç mevlud ile ışıklandı. Bu üç mevlud ile ışıklandı din. Bu üç mevlud ile ışıklandı din. Hüseyin Belfez, Zeynel Abidin. Hüseyin Belfez, Zeynel Abidin. Bu üç mevlud ile ışıklandı din. Bu üç mevlud ile ışıklandı din. Hüseyin Belfez, Zeynel Abidin. Hüseyin Belfez, Zeynel Abidin.
Cebrail eyleyir göylere nida, Cebrail eyleyir göylere nida. Doğulum bugün keremli ağa, Tüm doğulun bugün keremli ağa. Hüseyin sevenlere mübarek olsun, Hüseyin sevenlere mübarek olsun. bu üç mevlud ile ışıklandı din, Bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. bu üç mevlud ile Işıklandı din, bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. Kalktı bugün elinin evizine, kalktı bugün Elinin evi zinet, Ebel fezliyle taptı feyzi cennet, Ebel fezliyle taptı feyzi cennet. o Abbas'ıydı ki bir adı gayret, gayretli keslere mübarek olsun, gayretli keslere mübarek olsun. Bu üç mevlud ile Işıklandı din, bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. Bu üç mevlud ile ışıklandı din, bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. doğdu yeryüzüne o mahitaban, doğdu Yeryüzüne o mahitaban, adıyla alemler oldu firavan. ile alemler oldu firavan. Bir adı seccadlı adına kurban, secde edenlere mübarek olsun, secde edenlere mübarek olsun. Bu üç mevlud ile ışıklandı din, Bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. Bu üç mevlud ile ışıklandı din, bu üç mevlud ile ışıklandı din. Hüseyin Eberfet Zeynel Abidin, Hüseyin Eberfet Zeynel Abidin. şen-i harem hane gelip, gülü pervane gelip, dili divane gelip, bu güle müşteri, gül bu gülüstane gelip, dürü dürdane gelip, göre reyhane gelip, göre peygamberi. Vallahi zibadi Hüseyin, vallahi zibadi Hüseyin, Gül-i Zehra'dı Hüseyin, bize mevladı Hüseyin, diyerem ya Hüseyin, diyerem ya Hüseyin. Gel yoluma gül seperem ya Hüseyin, gel yoluma Gül seperem ya Hüseyin. kademlerinden öperem ya Hüseyin, kademlerinden öperem ya Hüseyin. Gel yoluma seperem Ya Hüseyin, gel yoluma gül seperem ya Hüseyin. kademlerinden Öperem ya Hüseyin, kademlerinden öperem ya Hüseyin. gözyaşı koymaz sona gün, yere şan ola gün, bu müqəddəs yola gün seferem ya Hüseyin. Bali beharindi Hüseyin, gülü zarindi Hüseyin, beni yarindi Hüseyin, diyerem ya Hüseyin. Darune darindi Hüseyin, iftiharindi Hüseyin, etibarindi Hüseyin, diyerem ya
Hüseyin. Gel yoluma gül seperem ya Hüseyin. Gel yoluma gül seperem ya Hüseyin. Kademlerinden Öperem ya Hüseyin. Kalemlerinden öperem ya Hüseyin. gel yoluma Gül seperem ya Hüseyin. gel yoluma Gül seperem ya Hüseyin. Kalemlerinden öperem ya Hüseyin. Kalemlerinden öperem. Mən ölsəm əgər qılsa mənə yağmur namazi İnşallah. İnşallah hep o filmi yok lan abi. Mən ölsəm əgər qılsa mənə yar namazi Qılsın mənə bir Cəfər təyyar namazi Qıldım sərkuyində qaşım tağinə səcdə Qıldım qaşım sərkuyində qaşım tağinə səcdəm Məqbul ol üçün Kəbədə zəvvar namazı Gəl bir də qiyam etmə Qiyamət ol zalim Gəl bir də qiyam etmə Qiyamət ol zalim Bu aşiqə bir rəhm elə Qurtar namazı Sən qılma namaz Ədl elə ey xosrovu xuban Lazımdır üçün Şah-ı cahandar namazı Zahid o qədər tuli namaza verir güya Yarın omuzun zülfüne oxşar namazım Xəm qaşıva bu xəstə könül eylər işarə Caizdir qılan rəmz ilə bimar namazım Hər yanda üzün görsən düşər səcdəyə raci Kafər döyü ki eyləyə imkanlar Namazı xətər işlənə mənim işim yoxdur Ulan sen diyersen, özün de bilersen. Hadi yallah. Yallah yallah. Kültürbet oluyor bülbül şeytan ya Kocalanda ya Kültürbet oluyor bülbül şeytan Kocalanda Tüm başkalaşıyor gerdişi dünya Kocalanda ya Dönmez geriye sus ola ki bir de cavanlık Can sağlığı olmaz Dəxi bərpa qocalanda Mərdanəyə dönür Eyləmişsən ki Yenə eyle Əymə başını Bir kəsə əsla qocalanda Əşarın olayam ya Həm də bikar oyun Yenə baki Qalmaz bu könül Dəhridə Tənha qocalanda Ya əzizinem sən gələ Duman gələ sən gələ Tələbənin ağzı nədir Hacı Nasir kimi ustadəm Sen gələ dedim ne diyecek ona göre dedim Yalandan değiller. Hiç bir tane boşa çıkan bana gelmirler hiç. Hiç hava sapsayım. Burada bakmayın ne değiller. Yalanlar değiller. Ya Emir el-Müminin Heydər ya Həllan müşkülat Dodağın xalına ey yar giriftar oldum Dodağın xalına ey yar giriftar oldum Oxuma
şehirleri seyretmeden imar oldum. Gitti elden karar, çaldı menel hak tebili. Gitti elden karar, çaldı menel hak tebili. Ben de mensur kimi darem, xeridar oldum. Gece gündüz üzümən meykədə qapılarını açır. Məscid-i mədrəsədən mən dəxi bizar oldum. Soyunuyub. Ne dedin ama? Ben zarfı çok biliyorum. İşimizi görün namazımızı kılalım. Nerede kaldık ya? Soyunub zöhdiri ya camesine atıp giydim. Soyunub zöhdiriya camesine ahır giydim. Koca Arif giyinen xirqəni huşyar oldum. Yaman incitti məni vaiz-i şər'in öyüdü. Yaman incitti məni vaiz-i şər'in öyüdü. Rindi sərməstidən axırda mədədkar oldum. El çəkür, eşq ilə bütxanəni bir yad eləyin. Mən ki meyxanə bütün görmədə bir dar oldum. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu ekber. Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu ekber. Bismillahirrahmanirrahim. Rabbi şirah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Allah mübarək eləsin bu mövludu hər biriniz üçün, üç mövludun hər biri sizin üçün mübarək olsun. Allah özünüzü, evladlarınızı, böyüklərinizi heç vaxt Əhl-i Beytdən ayrı salmasın inşallah. Mən təşəkkür edirəm Hacı Nasir əmiyə, Kərbəlayı Əkbərə, Hacı Xalid qardaşıma. Allah nəfəslərinə bərəkət versin. Çok sağ ol Hacı. Allah razı olsun. Allah çox görməsin məclislərimizə, Allah el-obaya çox görməsin. Məclisdə iştirak edən hər kəs dəyərlidir, amma xüsusi olaraq bizimlə birgə, gözüm gördüyü qədər şəhid valideynləri iştirak edirlər. Allah şəhidlərimizin ruhunu şad eləsin. Şəhid Mahirin atası, şəhid Sənanın, şəhid Həsən ağanın atası iştirak edirlər. Burada onların evlatlarının baş məzarlarından öpürük, onların əllərindən öpürük. Allah onların evlatlarının simasında bütün şəhidlərimizin ruhunu şad eləsin inşallah. Əhl-i Beytin, mən çox danışıb yormaq istəmirəm sizə, qısa danışacağım şey yorulmayasınız. Əhl-i Beytin adı, Əhl-i Beytin yolu. Əhl-i Beytin yolunun yaşanması adının yaşanmasından daha önəmlidir. Bu olduqca mühüm məsələdir. Bir neçə nöqtəyə işarə edib yekunlaşdırıram. Bir neçə dəqiqə diqqət xahiş edəcəm sizdən. Əhl-i Beytin adını yaşadaq, yoxsa yolun yaşadaq? Əhl-i Beytin adını yaşatmaq çətin deyil, rahatdır. Hər ikisi lazımdır, amma ikisinin arasında ilkin olaraq hansı daha önəmlidir? Onu biraz qısa müzakirə edək. Əhl-i Beytin Peyğəmbər buyurur ki, bir nəfərin 5 evladı olsa, amma onlardan birinə biz Əhl-i Beytdən birinin adını qoymasa, mənə zülm edir. Peyğəmbər buyurur ki, Əhl-i Beytin adını qoyun. Birini qoymasa, uşaqlardan birinə mənim adımı qoyun, biz Əhl-i Beytin adını qoymasa, bizə zülm edir. Bunlar hamısı vasitədir ki, Peyğəmbər və onun Əhl-i Beyti yaşansın. Amma alimlər buyururlar ki, Əhl-i Beytin yolu daha mühümdür adının yaşamasından. Təbii ki, bu da olmalıdır. Bu hansı vaxtda problemdir Əhl-i Beytin adının səslənməsi və evlada qoyulması? Deyirlər ki,
misal üçün, evladımın adını Əli qoyub, Əlinin yaşayışının qarşısında dayanan bir yaşayışla tərbiyə eləməyəsən. İfadə kobud düzü istəyirəm hər birinizdən. Əli qoyub müaviyə kimi tərbiyə eləməyəsən. Əli qoyub Əli kimi yaşadasan. Ən mühüm məsələ budur. Ona görə deyirlər, adın yaşanmasından daha çox yolun yaşanması önəmlidir. Ad yaşatmaq rahatdır. Ad yaşatmaq rahatdır, çətindir, evladıma ad qoyursan və bununla bitir. Amma yol yaşatmaq çox çətindir. Tarix boyu müsəlmanlar ümumi olaraq Peyğəmbər yolunun yaşanmasında böyük nöqsana yol veriblər deyə müsəlmanlar nə çətinlik çəkirlərsə buradan qaynaqlanır. Peyğəmbərin yolunu yaşatmaqda çox əziyyət çəkirlər. Bütün ritualları şablonlaşdırıblar, namaz, oruc, bu kimi məsələləri şablonlaşdırıblar. Peyğəmbərin yolu məscidin qapısını açanda görsənib, amma məsciddən çıxanda görsənməyib. Ciddi problem budur. Peyğəmbər yaşayışımıza daxil ola bilməyib. Biz bir növ iradə etmişik, bir növ qərar vermişik və bir növ yaşayış yaşamışıq ki, Peyğəmbər o yaşayışımızda görsənməyib. Peyğəmbər yaşayışımızda görsənmədiyi üçün müsəlmanlar dünyada geridə qalmış kimi təqdim oluna biliblər. Amma müsəlman, İslam ideologiyası dünyada yeganə ideologiyadır, düşüncə növüdür ki, onun ikincisi yoxdur. Alternativi yoxdur. Yeganə yoldur. Niyə görə axı bu növ yol, bu gözəllikdə yol gəlir, geridə qalmışlıq kimi təqdim olunur? Niyə görə Peyğəmbər zamanında şair gəlirdi, Peyğəmbərin sözünün qabağında söz deyə bilmirdi? Həkim gəlirdi, Peyğəmbərdə tibbi keçə bilmirdi? Bir usta gəlirdi, Peyğəmbəri ötə bilmirdi. Niyə görə Peyğəmbər zamanında heç kim Peyğəmbəri ötə bilmirdi, amma həmin Peyğəmbərin bütün həyat yaradıcılığı bizim əlimizdə olduğu halda, müsəlmanların əlində olduğu halda, müsəlmanları kimlərsə ötüb keçə bilir. Səbəb nədir? Səbəb budur ki, Peyğəmbərin bir hissəsini gətirib gəlmişik zamanımıza. Tamam olaraq Peyğəmbəri həyatı ilə zamanımıza götürüb gələ bilməmişik. Ən mühüm məsələ budur. İmam Sadiq əleyhissalamdan belə bir hədis var. İmam Sadiq əleyhissalam buyur ki, bir dəstə insan var ki, onlar dilləri ilə bizə çağırırlar, əməlləri ilə insanları bizdən uzaqlaşdırırlar. İmam Sadiq əleyhissalam buyur. Deməli, məsələ təkcə danışmaq, dillə yaşamaq, səsləndirmək deyil, təkcə təqdimat deyil. Təqdimatın arxasında xüsusi bir cəlbedici, həqiqi həyat tərzi olmalıdır ki, onu yaşada biləsən. Ona görə Quran-ı Kərim görürsünüz, sonuncu Peyğəmbər üçün, digər Peyğəmbərlərdən danışanda ona demir ki, xəbərim var, bir Peyğəmbər var idi, adı Yəqubdur. Xəbərim var, bir Peyğəmbər vardı, adı Musadır. Yox, belə danışmır. Nədir Quran Peyğəmbərə, sonuncu Peyğəmbərə? Deyir, Peyğəmbər, sənin üçün Yəqubla Yusufun hadisəsini danışıram. Sənin üçün Musanın hadisəsini danışıram. Sənin üçün misal olaraq Əyyubun hadisəsini danışıram. Niyə görə ad mühüm deyil, hadisə mühümdür? Yəni, Peyğəmbər, bu yaşananları sən yenidən yaşamalısan ki, Yəqub xətti də diri qalsın. Musa xətti də diri qalsın, İsa xətti də diri qalsın. Sən bu hadisələri bilməlisən ki, və yaşayışında bunları yaşayasan, nəticədə bu yolu diri saxlamağı bacarasan. Əks halda təkcə sözlərlə kifayət olunmur. Ona görə də Quran-ı Kərim Peyğəmbərə ad təqdim eləmir. Quran-ı Kərim Peyğəmbərə yol təqdim edir, həyat tərzi təqdim edir. Və eyni zamanda Əhl-i Beyt əleyhissalam da bizə ad təqdim eləmirlər təkcə, bizə yol təqdim edirlər, yolu yaşadır. Mühüm məsələ yolu yaşatmaqdır. Niyə görə İmam Hüseyin əleyhissalam şəhid olandan sonra belə başlayaq, Peyğəmbər dünyasını dəyişdikdən sonra necə oldu Peyğəmbər bir saxtalaşdırılmış obrazdan çıxa bildi və bizim zamanımıza qədər həqiqi simasını görə bildik. Çünki Əli kimi onu yaşadan var idi.
Əli əleyhissalam olmasaydı, Peyğəmbər tarixin bir səhifəsində bütün həyat tərzi ilə birgə itib yoxa çıxacaqdı. Çünki Əli yaşatdı Peyğəmbəri. Eynən Peyğəmbər kimi davrandı. Niyə Həzrət Əli unudulmursun ki, İmam Həsən kimi onu yaşadan var idi? Eyni zamanda digər imamlar da belə. Məsələ həyat tərzini yaşatmaqdır. Necə? İmam Səccad əleyhissalamın mövlud günündə bugün artıq İmam Səccad əleyhissalamın həyat tərzinə baxsaq görürük ki, əgər İmam Səccad əleyhissalam olmasaydı, Kərbəla hadisəsi yaşanmayasaydı ümumiyyətlə. Kərbəla hadisəsi digər bir döyüşlər kimi tarixin bir səhifəsində qalacaqdı və unutturulacaqdı. İmam Səccad əleyhissalam neynir? İndi bu bir faciəvi hadisədir. İmam Səccad onu bu cür yaşadır. İmam Səccad neynir? İmam Səccad əleyhissalam çörək yemir neçə günlərlə. Diqqət edin, görün, yaşatmaq üçün gör nələrdən keçirlər. Yaşatmaq biraz zəhmət tələb edir. İmam Səccad əleyhissalam çörək yemir neçə günlərlə. Ondan soruşanda ki, niyə yemirsən? Deyir, çörək yemək istəyəndə Cəddi Hüseyn düşdü yadıma, o çörək yeməmişdi. Fikir ver, Kərbəlanı yaşadır. Bir hadisə yarat. İnsanların qəlblərində, ətrafındakıların qəlblərində bir şok yaşatdı olaraq ki, baxdılar, təsirləndilər, başlayır yaşatmağa. Bir nəfər gəlir, misal olaraq qurbanlıq kəsir, İmam Səccad əleyhissalam dərhal gəlir onun yanına. Deyir ona ki, buna su vermişdin kəsəndə, bu heyvan ki, kəsmirsən, qurban kəsmirsən, su vermirsən, deyir ki, elə şey olar, heyvana su verməyəsən, kəsəsən. İmam Səccad əleyhissalam qəmlənir, soruşur ki, nə oldu? Deyir, Cəddi Hüseyn düşdü yadıma, onu yaşadır. Fikir verin, hərəkətlərlə, hadisələrlə yaşadır. İndi bizim həyatımızda isə Əhl-i-Beyt əleyhissalamın mövludu, eyni zamanda onların əza günləri, niyə görə Quran buyurur ki, və mən yuazzim şəairəllah, hər kəs Allahın şüarlarını əzəmətli tutsa, böyük tutsa, yəni bu günləri, Əhl-i-Beytin mövlud günlərini, eyni zamanda onların şəhadət günlərini uca tutsa, deyir, bu iş qəlbləri təqvalı eləyər. Bu iş qəlbləri təqvalı eləyər. Məsələn, oruc haqqında Quran-ı Kərim buyurur ki, ümid var ki, sizi xilas eləsin. Ümid var ki, təqvalı olasın. Amma bilmək olmur nə olacaq. Ola bilsin ki, bir adam oruc tutsun, hamısını da əlindən versin. Ola bilsin, bir adam namaz qılsın, hamısını da əlindən versin. Amma maraqlıdır ki, deyir, Əhl-i-Beyt əleyhissalamın o günlərini, mövlud günlərini, şəhadət günlərini hər kəs uca tutsa, bu iş Quran buyurur, onların qəlblərini təqvalı eləyər. Niyə görə təqvalı eləyər? Sən İmam Hüseyn əleyhissalamı əzəmətli tutmaq üçün, diqqət eləyin, İmam Hüseyn əleyhissalamı, İmam Səccadı, Əvvəl Fəzağanı əzəmətli tutmaq üçün, uca tutmaq üçün onu sevməlisən və onu dərindən sevməlisən. Bu sevgi üst qatda qalmamalıdır. Bu sevgi həyat tərzinə çevrilməlidir. Həyat tərzinə çevirdikdən sonra, onu dərindən sevdikdən sonra onu anlamağa başlayırsan. Onu anlamağa başladıqdan sonra isə onun kimi yaşamağa başlayırsan. Onun kimi yaşayırsansa maraqlı deyil. Ona görə Əhl-i Beytə maraqlı deyil. Həzrət Əli əleyhissalamına buyurur ki, bizi ayırmayın. Biz Əhl-i Beyti ayırmayın. Özü buyurur ki, Əli əleyhissalam buyurur ki, əvvəluna Muhammed, avsatuna Muhammed, axiruna Muhammed. Buyurur ki, bizi ayırmayın. Niyə ayırmayın? Deyir ki, əvvəl birincimiz də Məhəmməddir, ortancılımız da Məhəmməddir, Məhəmməd Baqiri nəzərdə tutur, axırıncımız da Məhəmməddir, İmam Zaman əleyhissalam nəzərdə tutur. Sonra arzə belə bir cümlə buyurur. Diqqət edin, cümləsi budur. Və kulluna nurun vahid. Biz hamımız bir nuruq, eyniyik. Ona görə öz alimlərdən eşitmişsiniz. Deyirlər ki, İmam Sadiq əleyhissalam əgər 3-cü imam olsaydı, İmam Hüseynin yaratdığı o hadisəni yarada biləcəkdi. İmam Musa Kazım əleyhissalamın həmin dövrə düşsəydi, Yezdin dövrünə düşsəydi, İmam Hüseynin yaratdığını yarada biləcəkdi. Yəni bunlar eyni, belə deyək, keyfiyyətdə olan varlıqlardır. İndi bizə nə tapşırırlar? Bizə tapşırırlar ki, bizim kimi yaşamağınız insanları bizə cəlb edəcək. Bizim kimi yaşamağınız. Nə qədər həyatınızda bizim kimi yaşayacaqsınızsa, biz mövlud günlər ona görə yığışırıq ki, xatırlayaq onları nə qədər bacarsaq və onlardan nə qədər uzaqlaşdığımızı görək və onların həyat tərzinə yaxınlaşaq. Fikir verirsiniz, deyirlər ki, Həzrət Əli əleyhissalam
25 il xilafətdən kənarlaşdırılıb. Hər biriniz bilirsiniz də bunu. 25 il Həzrət Əli əleyhissalama zülm olunub. Amma bunu deyən insanların böyük əksəriyyəti Həzrət Əli əleyhissalamı 1400 ildir məsciddən çölə çıxara bilməyiblər. Həzrət Əli məsciddə həbs olunur. Həzrət Əli əleyhissalam ən yüksək elmi səviyyə mərkəzlərinin padşahı da əslində. Amma onu çıxara bilməmişik məsciddən. Həzrət Əli əleyhissalamı biz məscid imamı eləmişik. Məscid imamından çölə çıxara bilməmişik. Bu özü bir də imamın yaşamasının qarşısını almaqdır. Ona görə bizə deyirlər ki, imamın ən çox həyat tərzini yaşatmaq lazımdır. Sadə bir misal deyimsə, batini çox əzəmətlidir. Fikir verirsiniz, bizim həmyaşıdlarımızı deyirəm. Mənim yaşımda olanlar illərdir şəhadətdən eşitmişdiniz. Belə bir ay yox, mən də o danışanlardan biri və özüm də eyni zamanda eşidənlərdən biri. Amma illərdir bunu eşitmişdik. Amma 44 günlük müharibənin şəhidləri xalqa o halı yaşatmağı bacardı. Çünki həyat tərzlərini çevirdilər. Onlar bütün varlıqları ilə hərəkət elədilər. Hərəkət etdikcə üzr istəyirəm, vətənə qurban olum, xalqıma qurban olum, canım qurban olsun vətənə. Bununla vətən yaşamır. Canı verəndə vətən başlayır yaşamağa. Sən öz yaşadığın zamanda, sən Həzrət Əli üçün nələr etməlisənsə, hansı işlər görməlisənsə, onları görəndə Həzrət Əli başlayır yaşamağa. Onları görəndə İmam Səccad başlayır yaşamağa. Ona görə mən Əllamə Əminini çox istəyirəm ki, bir gün bir Əhl-i Sünnə alimlərindən biri idi, Əhl-i Sünnə məzhəbindən biri idi. O da alim idi, Əllamə Əmini ilə tanışlığı var idi. Əllamə Əmini xəbər eşidir ki, o deyir ki, biz də Əlini sevirik, amma Əlini çox şişirdirsiniz. O Əllamə Əminiyə xəbər göndərir, deyir, çox şişirdirsiniz, bu qədər olmaz. Deyir, harada şişirmişik, deyirsiniz ki, Əli əleyhissalam bəzi gecələr 1000 rükət namaz qılardı. Adam Əllamə Əmini kimi bir şiə olsun, tərəfdar olsun. Əli bəzi gecələr 1000 rükət namaz qılardı. Əllamə Əmini bu xəbəri eşidəndən sonra deyir, yaxşı, sübut eləyəcəm. Onun üçün nə dəlil getirir, filan yerdə hədis var, filan yerdə səhih hədis var. Bunları qoyur kənara. Görüyor, bu inanmayacaq onsuz da bunlara. Deyir, yığır yükün, qonaq gedir bu sünnə alimin evinə. Bu iradə elə baxır ki, 1000 rükət bir gecələ namaz qılmaq mümkün deyil, şirmin əzətlərini. Əllamə Əmini gedir bunların evlərinə. Gedir, görüşür ondan, şam işan namazını qılırlar. Deyir, nə əcəb gəlmirsən, nə sözün qulduğunu? Deyir, heç nə, sözüm qulduğum yoxdur. Şam işan namazını qılırlar. Deyir, Əllamə deyir ki, ona ki, mənə bax, məni izlə, sübh namazına qədər namaz qılacaq. Deyir, Əllamə Əmini işan namazından sübh namazına qədər 1000 rükət namaz qılır. Sonra namaz bitəndən sonra baxır bu sünnə aliminə. Deyir, biz Əlini işitmirik. Əmini bacarıbsa, Əli ayhay bacarıb. Bax, bu əməllə göstərir, əməllə sübut edir ona. Əhl-i Beyt bizə başa salırlar ki, çox bizdən danışmağımıza ehtiyac yoxdur. Bizim əxlaqi keyfiyyətlərimizi özümüzdə formalaşdırırsaq, onsuz da siz məscid əhlisiniz, cəmaat sizə baxıb düzələcək. Allah rəhmət eləsin, mərhum Behçət ağadan yazırlar. Bir tələbə özü deyib mənə. O deyir ki, biz soruşduq Behçət ağadan ki, artıq tələbəliyimizin son illəridir, bitirirdik. Dedi ona ki, necə eləyək cəmaat hidayət olsun? Adətən adam özü belə başa ki, özün hidayət olmuşsan, bir dənə qalıb cəmaat da. Danışırsan, elə bilirsən ki, bu danışdıqların özünsən. Xəbərin yox ki, bu danışdıqların özünü döyürsən. Adamı görsən, şeytan vəsvəsə eləyir. Dedi, Behçət ağa ki, necə eləyək, bəs insanlar hidayət olsun? Dedi ki, heç nə danışmayın. Siz dinin əxlaqi dəyərləri ilə yaşayın, elə ruhani simasında yaşayın, cəmaat sizə baxıb özləri düzələcəklər. Peyğəmbər necə bu Allahın bu düşüncəsi, Allahın bu ideologiyasını irəli sürür? Peyğəmbər 40 il ilahi keyfiyyətlərlə yaşayır, 40 ildən sonra Peyğəmbərlik ki, verilir ona 40 yaşında, Peyğəmbərə deyə bilmirlər ki, yalan danışır. Fikirləşirlər ki, bu bizim bütlərimizi inkar edir də, biz necə eləyək? Axı, bunun qarşısını alaq. Otururlar məsləhətləşməyə. Deyirlər, gəl deyək ki, yalan danışır. Deyirsən, nə danışsın? Heç kim bizə inanmaz. Biz özümüz onun düz danışmağını təsdiqləmişik. Fikir verirsiniz. Gəl deyək ki, xəyanətkardır. Deyir, necə deyək xəyanətkardır? Necə deyək? Necə deyək ki, pula görə belə eləyir?
Biz Məkkədən Şama səfər eləyəndə evlərimizin qapısını buna tapşırırdıq ki, bundan əmin adam yoxdur. İndi necə deyib bu pula görə eləyir? Heç nə eləyə bilmirlər, heç nə eləyə bilmirlər. Heç nə eləyə bilməyəndə gəlib nə deyirlər Peyğəmbər üçün? Deyirlər ki, bu sehirbazdır. Bir hiləgər olur, möcüzə ki, sehri oxşayır. İnsanlara da deyirlər ki, ona qulaq asmayın, o sizi sehirləyir, olsunlayır sizi sözlə. Fikir verin, Əlinin, Əhl-i-Beytin biz tərəfdarları, biz sevənləri deyim. Görək elə olaq ki, bizi səhv çıxarmaq üçün ancaq şər ata bilsinlər. Başqa haqlı səbəbləri olmasın. Haqlı səbəbləri olmasın ki, bizdən nöqsan tutsunlar. Ancaq şər yolu ilə bunu həll eləsinlər ki, və bu yolda öz əleyhlərinə qayıtsın. Bunun başqa bir yolu yoxdur. Ən yaxşı yolu budur. Ən effektiv yolu budur. Ona görə deyirlər ki, Əhl-i-Beyt tərəfdarlarına, alimlərinə, ariflərinə bağlanın ki, onlar bu yolu olduğu kimi yaşayıblar. Niyə görə bir arifə bağlanmaq lazımdır, bir arifə ürək vermək lazımdır? Allah rəhmət eləsin mərhum ustadı Hacı Şahin, Allah ruhun şad eləsin, duası eləsin bizə. İnsanlar neçə illərdir, demirəm heç kimdə yox idi ya, əstəğfurullah, amma insanlar neçə illərdir Peyğəmbərin ictimai əxlaqını duya bilmirdilər. Nə yaxşı ki, bu xalqın içində və son müasir dövrdə Hacı Şahin kimi bir şəxsiyyət çıxdı. Peyğəmbərin əxlaqını hərəkətləri ilə daddırdı. Baxdın, gördün ki, insanlar dinlə düşmən deyirlər. İnsanlar Peyğəmbər simalı insan görməyiblər sadəcə. İnsanlar Peyğəmbər xarakterli insan görsələr, ona vurulurlar. Namaz qılanda da vurulurlar, namaz qılmayanda da vurulurlar özləri. Bax, belə xarakterdə olurlar. Ən əsas məsələ budur. Ona görə də bizim möhtəmizə düşən şükür Allaha ki, Allah bu günləri yadda saxlamağı bizə lütf eləyib. Əhl-i-Beyt mərhəmət göstərib ki, biz bu günləri qeyd edirik. Amma bizim möhtəmizə düşən məsələ də bundan ibarətdir ki, biz yaşayışımızda, evladımızla münasibətdə, indi Məhərrəm ayında məsciddən gəlib evdə uşağı döyəcəksənsə, o sabah İmam Hüseyni istəməyəcək. O İmam Hüseynin yola getməyəcək. Çünki sən oradan gəldin, ona zülm elədin. Əgər cəmiyyətdə sən hər hansı bir işlə məşğulsansa, əgər buradan çıxıb, hər hansı bir dini mərasimdən çıxıb, həmin işdə insanlara qarşı kobudluq eləyəcəksənsə və onlar da biləcəklər ki, sən bu yolun davamçısan, insanlar yoldan üz döndərəcəklər. Və ona görə bizə deyirlər ki, çalışın hərəkətlərinizlə, rəftarınızla, həyat tərzinizlə biz Əhl-i-Beyti yaşadın ki, biz yaşayandan sonra insanlar özləri bu əxlaqa vurulacaqlar. İnsanlar əslində Əhl-i-Beytin aşiqidirlər, Əhl-i-Beytə susuyublar. İmam Sadiqin dövründə, bu da son sözümdür. İmam Sadiqin dövründə çox xoşum gəlir bu hadisədən. Bir nəfər günah eləyirdi, səhv eləyirdi. Əbu Bəsir adında bir sahabəsi vardı İmam Sadiqin. Bu danladı onu. Və fikir verin, insanları bəzən nə düzəldir? Bu danladı onu. Dedi ki, utanmırsan, Əhl-i-Beytin tərəfdarısan, özü onların sevənindən hesab edirsən. Amma İmam Sadiqin şiyyəsi deyib gəzə-gəzə günah deyirsən. Əlbəttə ki, bu nöqsandır. Allah kömək olsun bizə ki, bu şeylər bizim həyatımızda baş verməsin. Amma bu danladı onu. Bu narahat oldu. Dedi Əbu Bəsirə ki, Məkkəyə gedəcəksən, eşitmişəm. Dedi, bəli. Dedi, İmam Sadiq ilə görüşsən, mən özüm də özümdən bezmişəm. İmam Sadiq ilə görüşsən, İmam Sadiqə deyilən ki, nə tapşırıq versə sənə əməl edəcəm bundan sonra. Özüm də bu həyat tərzindən bezmişəm. Əbu Bəsir deyir, mən getdim Məkkəyə, İmam Sadiq ilə görüşdüm. Deyir, mən İmam Sadiqə deməmiş, İmam Sadiq həmən bu şəxs haqqında məndən soruşdu. O necədir, nigaranlıq ondan? Təsəvvür edin, İmam belə varlıqdır. Dedim, ona ki, bəs belədir, mən elə onun sözünü sizə çatdırmaq istəmişdim filan. İmam Sadiq baxdı mənə, gülümsədi. Dedi, ona deyərsən ki, İmam Sadiq sənə salam edir. Başqa heç sən demədi. Dedi, ona deyərsən ki, İmam Sadiq sənə salam dedi, darıxıb sənin üçün. Əbu Bəsir deyir, mən gəldim, cəmaat gəlmişdi, bu da gəldi, çox həyəcanlı şəkildə əyləşmişdi. İnsanlar gedəndən sonra həyəcanla yaxınlaşdı mənə ki, İmam Sadiq nə dedi mənim haqqımda? Dedi, vallahi heç özüm də başa düşmədim. İmam Sadiq dedi ki, mənim salamımı çatdırarsan, ona darıxmışam onun üçün. Başladı ağlamağa. Dedi, mən bundan sonra da günah eləmirəm. İmam mənim üçün salam göndərir, mən elədiyimdən qalmıram. İmam çox mərhəmətlidir, çox mehribandır. Amma biz onların həyat tərzlərini yaşayaq ki,
yaşayaq ki, onlar yaşasınlar, evladlarımız bu təravətdə böyüsünlər. Əgər bu təravət olmasa, bizim evladlarımız Əhl-i Beyt məktəbinin tələbələri, şagirdləri ola bilməyəcəklər. Allahdan istəyirəm, Allah mövludu hər birimizin mübarək eləsin. Allah bizi Əhl-i Beytdən ayrı salmasın. Allah dünya və axirətdə bizi İmam Hüseyin əleyhissalamın süfrəsinin kənarından heç vaxt uzaqlaşdırmasın. Bu məclisin təşkilatçılığında zəhmət çəkənlər, malı ilə, canı ilə, zəhməti ilə bu məclisin təşkilatçılığında iştirak edənlər, Allah hər kim, hər nə qədər zəhmət çəkibsə, Allah onlara İmam Sadiq, İmam Səccad, Əhl-i Beytin məhəbbətini lütf eləsin. Məclisdə iştirak edən axsaqqallarımız, böyüklərimiz var. Allah onları məclislərimizə çox görməsin. Allah gənclərimizi məclislərimizə çox görməsin. Əhl-i Beyt məddəhları məclisə zinət verirlər. Allah ürəklərinə, nəfəslərinə bərəkət versin. Allah bu gözəl məclisdən cəmi dünyasını dəyişənlərimizi, xüsusi olaraq şəhidlərimizi və şəhidlər üstadı mərhum azının ruhunu şad eləsin.